İnternetdən təhlükəsiz istifadə bacarıqlarının artırılması məqsədi ilə bölgələrdə maarifləndirici təlimlər davam edir. Növbəti görüş Balakənin Qazma kənd 1 nömrəli tam orta məktəbində keçirilib. 9-11-ci sinif şagirdləri və müəllimlərin qatıldığı təlimdə iştirakçılar fərdi məlumatların qorunması və onlayn təhlükəsizlik qaydaları barədə məlumatlandırılıblar. Sessiyalar interaktiv formatda təşkil olunub, real nümunələr üzərindən aparılan müzakirələr iştirakçıların rəqəmsal təhlükəsizlik biliklərinin möhkəmləndirilməsinə yönəlib. Layihənin növbəti mərhələlərdə isə ölkənin digər bölgələrində əhatə etməsi nəzərdə tutulur. Bu tədbirimizin məqsədi müəllim və şagirdlər arasında internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn risklərdən qorunma sahəsində məlumatlılığın gücləndirilməsidir. Təlim sessiyaları interaktiv formada təşkil olunaraq real vəziyyətlərin müzakirəsi və praktik yanaşmalar əsasında təşkil olunur.